Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram dəyərli həmkarlar. Mən bugün sizinlə rəy vermə mövzusundan bir neçə xüsusi qeyd etmək istəyirəm. Görürsünüz, ekranda sizin üçün rəy verməni bax belə xüsusi olaraq cədvəl formasına salmışam. Rəylər nə üçün lazımdır? Rəylər müəllimlər uşaqlara istiqamət verməyə, rəylər uşaqları yönləndirməyə, səhvlərini aradan qaldırmağa, uşaqlara növbəti addımın nə olacağını müəyyənləşdirməyə kömək edən istiqamətləndirici və inkişaf etdirici xüsusiyyətə malik olan məhz dəstəkləyici ifadələrdir. Uşaq yönümlü yanaşmanın da mərkəzində durur. Rəylər başqa bir başlıq altında əks əlaqə adı altında da qarşınıza çıxa bilər. Bizdə isə əsasən rəy vermədən istifadə edirik. Rəylər iki yerə bölünür müəllimlər. Konstruktiv rəylər və destruktiv rəylər. Konstruktiv rəy doğru rəydir, müsbət rəydir. Uşağı inkişafa həvəsləndirən, ona fəaliyyətindəki yanlışlıqları görüb aradan qaldırmağa yönəlik olan rəylərdir. Destruktiv rəylər isə adından da göründüyü kimi destruktiv. Konstruktiv rəy qurulmaqdır, quraşdırmaqdır. Destruktiv isə əksinə dağıtmaqdır, dağıdıcı qüvvəyə malik olan, yanlış olan ifadələrdir. Destruktiv rəy isə necə olur? Uşaqları həvəsdən salır, fəaliyyətdən azaldır, özünə inamsızlığı və çarəsizlik sindromu yaradır. Gəlin baxaq görüm, əgər müəllim tərəfindən verilmiş doğru rəy necə istiqamətdə olmalıdır? Əvvəlcə gələcəyə yönəlik olmalıdır, indiki zamanda verilməlidir, uşağın fəaliyyətinə idraki yönəlik olmalıdır, mütləq şəkildə spesifik olmalıdır. Spesifiklik bilirsiniz ki, hər bir işdə bizdə məqsəd yazarkən də, rəy verərkən də, qiymətləndirmə apararkən də lazım olan nüansdır. Spesifiklik yəni konkretlik. Konkretlik olmasa rəyimizdə ümumilik olacaq və o yenə də öz quruculuq, konstruktivliyini itirir və destruktivliyə keçəcəkdir. Əgər mən davamlı olaraq qrupumdakı uşaqlara müsbət rəylər verərəmsə, hansı hallara səbəb olar? Qrupumda əməkdaşlıq mühiti yaranacaq, uşaqlarda özünə inam formalaşacaq, daha sonra özünün inkişafını izləyə biləcək, daima öyrənməyə açıq düşüncə formalaşdıracaq və növbəti addımın nə olacağını müəyyənləşdirəcək doğru verilmiş rəylər. Bəs yanlış rəylər verərəmsə mən uşaqlara necə olacaq? Nümunə olaraq da üstündən danışacağıq. Yanlış rəylər ego yönümlü olur. Yəni, uşağı müqayisə edən, sən hamıdan yaxşısan, ya da ki, əksinə yoldaşların səndən yaxşıdır. Deməli, ego yönümlü rəydə biz uşaqları tərifləyirik. Sən əlasan, sən rəssamsan, sən super yazdın, sən super işlədin. Belə ifadələr əslində destruktiv rəylərdir. Keçmişə yönəlik, çəkmisən, eləmisən, belə etsəydin daha yaxşı olardı. Keçmişə yönəlik olsa da bu zamanda rəylər konstruktivliyini itirir. Emosional olmamalıdır. Ay, sən rəssam imişsən ki, nə qəşəng çəkmisən. Bu cür rəylər də əslində öz funksiyasını itirən destruktiv rəylərə çevrilir. Əgər mən qrupumda uşaqlara konstruktiv rəy əvəzinə daima destruktiv rəylərdən mənfi, keçmişə yönəlik, müqayisə xarakterli, emosional yönəlik və ümumi rəylər verərəmsə, qrupumdakı uşaqların xüsusiyyətləri necə olacaq? Təbii ki, uşaqlar özünü müdafiəyə sövq edəcək, eyni zamanda bacarıqları inkişaf etdirməyəcək, uşaqda qapalı düşüncə formalaşdıracaq və növbəti addımın nə olacağını göstərə bilməyəcək. Gəlin bir nümunə üzərində dediklərimizi təkrar edək. Rəy vermənin burada qaydasını vermişəm. Bir şəxsə onun fəaliyyətinə dair verilmiş fikir, təklif və qiymətləndirmədir. Qiymətləndirməyə vasitəçi köməkçidir. Rəy vermə müəllimlər inkişaf yönümlülükdür. Rəy vermə inkişafın izlənilməsinin əsas komponenti hesab olunur və cari qiymətləndirmədə, cari planlaşdırmada öz yerini tapır. Rəy vermə uşaq münasibətlərində, uşaq-müəllim münasibətlərində çox mühüm rola malikdir. Burada rəy vermənin müsbət keyfiyyətləri var, fəaliyyəti stimullaşdırır, uşaqlarda motivasiya yaradır, özünü qiymətləndirməni inkişaf etdirir, uşaqlarla müəllim arasındakı əlaqəni möhkəmləndirir. Söhbət doğru verilmiş rəylərdən gedir təbii ki. Rəy vermənin əsas xüsusiyyətləri nə oldu? Dəqiq konkret oldu, müsbət tərəflər vurğulandı, fərdi oldu və motivasiya edici oldu. Gəlin bir destruktiv, bir də konstruktiv rəy üzərində nümunəyə də baxaq. Destruktiv nə oldu? Uşağın motivasiyasını azaldan, ruhdan salan və inkişafına yardım etməyən, eyni zamanda psixoloji formada mənfi təsir edən rəylərdir. Gəlin baxaq. Uşaq hansısa bir tapşırığı yerinə yetirməkdə çətinlik çəkib ya da yanlış edib. Deyir, sən heç nə bacarmırsan, niyə bu qədər zəifsən? Niyə tutaq ki, damandan kənara çıxıb hərfləri yazarkən və yaxud da tapşırığı hesablayarkən doğru hesablamayıb, barmaqlarını səhv tutub, cavab da səhvdir.
Niyə bacarmırsan, niyə səhv yazmısan? Neçə dəfə izah etmişəm sənə ki, bunu belə et. Gör yoldaşların necə qəşəng hesablayırlar, hamısı düz hesablayıb. Bu artıq görürsüz uşağı müdafiəyə təhrik edən, onu günahlandıran, inkişafa sövq etməyən və yanlış düşüncəyə salan bir rəylərdir. Niyə bəs destruktivdir? Çünki ümumidir və etiketləyir uşağı. Yəni günahlandırır ki, sən zəifsən, sən bilmirsən. Ümumidir, çünki uşaq bilmədi, yanlışı nədir? Yəni müəllim baxdı uşağın tapşırıqlarına və orada yanlışı görür, amma dilə gətirmədi. Çünki bu ümumi rəydir. Heç nə bacarmırsan kimi uşağı etiketlədi və onun bacarıqlarını tamamilə sanki görməzdən gəldi. Bir dənə səhvə görə bütün bacarıqlarını sanki üstdən xərc etdi. Motivasiyanın əleyhinədir. Uşaqda özünə inamı azaltdı mı? Azaltdı. Onu növbəti cəhddən çəkindirdi mi? Çəkindirdi. Konstruktiv deyil. Səhv göstərsə də deyir, onu necə düzəltmək barəsində yol göstərilmir. Yəni uşağın fəaliyyət edərkən yanlışı harda olub, o yanlışı necə düzəltmək lazım olduğunu bildirmirsə, bu rəylər olur destruktiv rəylər. Ruhdan salan üslubdur. Eyni zamanda həvəsləndirmək əvəzinə uşağı psixoloji olaraq geri saldı. Bəs necə bir rəy verə bilərik? Misal üçün, bu hərəkət fiziki mədəniyyət məşğələsində verilmiş rəydir. Sən heç nə bacarmırsan, niyə bu hərəkəti düzgün edə bilmirsən? Tutaq ki, skamya üzərindən gimnastik bir hərəkət olsun, ip üzərindən tullanma olsun. Amma ikinci doğru rəyə gəlin baxaq. Bu hərəkətdə biraz çətinlik çəkirsən. Tutaq ki, gimnastik skamya üzərində hərəkət zamanı. Amma bu normaldır. Gəl birlikdə bir neçə dəfə də cəhd edək. Görək, harada çətinliyimiz var. Daha yaxşı etmək üçün bir neçə dəfə cəhd eləmək lazımdır. Bu isə doğru rəydir. Yəni, mən onun yanlışını nədir? Sən demə, uşaq məşq etməlimiş. Bir neçə dəfə bu hərəkəti təkrarladıqdan sonra bu uğurlu nəticə olacaqdır. Bu cür rəylər isə nə edir? Dəstək verir, təşviq edir, problemin həllinə yönəlir, uşağın səhvini göstərir. Gəlin, başqa bir nümunə üzərində göstərək. Bayaq dediyim kimi, uşaq tapşırıqlar hesablayıb məktəbə hazırlıq qrupunda misal 2 + 2 bərabərdir 6 edib. Müəllim deyir, bu necə hesablamaqdır? Bəyəm 2 + 2 gələndə 6 eləyir. Bu olur destruktiv rəy. Etiketlədim, yönləndirmədim, səhvini bildirmədim, harada yanlışlıq edib bildirmədim. Konstruktiv rəy isə belə olur. Aha, sən 2 + 2-ni 6 etmirsən. Gəl barmaqlarımın üzərində bunu bir də yoxlayaq görüm. 2 + 2 neçə edəcək? Tutulmağa kömək edirəm və ona yönləndirirəm. Deməli, konstruktiv rəylər yol göstərdi, istiqamət verdi, spesifik oldu və səhvi nədə olduğunu uşaqlarda tapmağa şərait yaratdı. Bu qədər müəllimlər, növbəti izahlarda görüşmək ümidi ilə bu izahdan qeydlərinizi alıb konstruktiv və destruktiv rəyləri asanlıqla ayıra bilərsiniz.